Salam uşaqlar, gəlin maddə miqdarı Avogadro qanunu bölməsindən növbəti sualların izahına baxaq. 77-ci sualdan davamının izahına baxaq. Deməli, 77-ci sualda bizə verir ki, metan və etan qazları qarışığının hidrogenə görə sıxlığının qarşıdakı metanın mol payından faizlə asıllığını müəyyən edin. Deməli, uşaqlar, birinci biz metanın və etanın hidrogenə görə nisbi sıxlığını müəyyənləşdirməliyik. Hidrogenə görə bərabərdir. Metanın hidrogenə görə nisbi sıxlığı necə hesablanır? Metanın emerini, yəni 16-nı bölürsüz hidrogenin emeri, yəni 2-yə. Bu eləyir 8. Yəni 8 metana aiddir. Metanın hidrogenə görə nisbi sıxlığıdır. Bir də var, hidrogenə görə nisbi sıxlıq etan üçün. Etanın emeri 30-u böləcəksiniz 2-yə, o da eləyəcək 15. Bu da etandır. Niyə 2-yə bölürsüz? Çünki hidrogenin emeri 2-dir. İndi bizə deyir ki, bunun hidrogenə görə sıxlığının qarşılıqdakı metanın mol payından. Baxın, metanın mol payını görürsünüz necə verib? 100%. Hamısında baxın 100% verib. İndi ilk başda metan neçə faiz olur uşaqlar? 0%. İlk başda metan var. 0% metan varsa, baxın, ümumi olan bir şey 100%dir. Sizin qaz qarışığınız var. Yəni qaz qarışığı nə deməkdir? Qarışığın tərkibində həm metan var, həm də etan var. Və ümumi olan bir şey də bilirsiniz ki 100%dir. Əgər indi mən sizə sual verirəm, 0% başlanğıcda metan var idisə, nə qədər etan var imiş 100% olması üçün? Deyirsiniz, bəli, 100% deməli etan var imiş. İndi uşaqlar deyirəm ki, etanın hidrogenə görə nisbi sıxlığı neçədir? 15-dir. Onda sizdə başlanğıcda qiymət 15-dən başlayacaq. Sonra artıq sonda sizdə 100% metan ki olur. Sizdə artıq 100% metan olacaq, 0% etan olacaq, düzdür? 100% metanın hidrogenə görə nisbi sıxlığı neçə hesabladıq? 8. Deməli, sizin qiymətiniz qrafikdə 15-də başlayacaq, 0 çünki başlanğıcdır. Neçədə bitəcək? 100%. 8-də bitəcək. Və bu da olur hansı variant? B variantı. Gəlin uşaqlar baxaq 78-ci suala. Deyir, hansı qazlar cütündən sıxlığı havanın sıxlığına bərabər olan qarışıq hesablamaq olar? Baxın, qarışıq verib, deməli, daha doğrusu havanın qiyməti verib M-orta üçün 29. Biz də bilirik ki, M-ortanın qiyməti elə olmalıdır ki, o bir maddənin qiymətindən böyük, digər maddənin qiymətindən isə kiçik olmalıdır. İndi 29 birindən böyük, birindən kiçik olmalıdır. Elə qiymətlər tapmalısınız. Baxın, birinciyə gəlin baxaq. Birincidə oksigen verib, bir də karbon qaz verib. Oksigenin bilirsiniz ki, emeri 32-dir, karbon qazında bilirsiniz ki, emeri 44-dür. Birincidə qiymətlər 29-dan yuxarı oldu hər ikisi. Amma bizdə biri yuxarı, biri aşağı olmalıdır 29-dan, yəni biri böyük olmalıdır, digəri isə kiçik olmalıdır. O bizə doğru variantdır. Amma görürəm ki, birincidə hər ikisi 29-dan böyükdür deyə bu götürmürəm. Sonra ikinciyə baxaq. Oksigen bilirik ki 32-dir, ammoniakdakı 17-dir. Bəli, 32 29-dan böyük qiymətdir. 17 də deməli 29-dan kiçik qiymətdir. Yəni biri böyük, biri kiçikdirsə bu mənim şərtimə uyğundur. 2-ni götürürəm. Sonra üçüncüdə oksigendən NO2 verib. Oksigen 32-dir, NO2-dəki uşaqlar hesablayanda görəcəksiniz ki 46-dır və hər ikisi də deməli 29-dan böyükdür deyə bunu da götürmürük. Dördüncüdə oksigen verib 32, metan da verib 16. Deməli 32 29-dan böyükdür, 16 da 29-dan kiçikdir deyə götürürsünüz. Bunda yeni götürmürsünüz. Deməli sizdə doğru variant olacaq 2 və 4. Gəlin uşaqlar baxaq 79-cu suala. 79-cu sualda bizə deyir ki, oksigen və karbon qazı qrafikdə kimi qarışdırılır? Hansı nöqtələrdə D heliumə görə sıxlıq ona bərabər olmuş olar? Bu qaz qarışığı tapaq. Deməli uşaqlar, əgər bizə heliumə görə nisbi sıxlıq 10-dursa, baxın, D helium verib ki, bizə 10-dur. Bu nə deməkdir? Deməli, bax, qaz qarışığı deyilir. Biz qaz qarışığının M-ortasının qiymətini, deməli, bölmüşük heliumun emerinə, yəni 4-ə, almışıq 10, düzdürmü? Çünki mən demişəm, əgər bir maddədirsə, onun emerini bölürsünüz, nəyəsə görə sıxlıq soruşursa, həmin o maddənin emerinə, məsələn, helium soruşursa, bölürsünüz 4-ə. Əgər yox, qaz qarışığıdırsa, qaz qarışığı yenə deyirəm, nə deməkdir? Yəni, qarışığın tərkibində 2 və ya daha çox qarışıq olmasıdır. Bu çox sadə bir şeydir. Əgər belə bir şey soruşursa, qaz qarışığına görə, məsəl üçün deyir ki, sıxlıq, heliumə görə sıxlıq 10-dursa, o zaman siz o qaz qarışığının ilk növbədə demişəm, M-ortasını hesablamalısınız və aldığınız M-ortasındakı aldığınız qiyməti bölməlisiniz. Nəyə görə sıxlıq soruşursa ona, məsəl üçün bizdə indi heliumə görə soruşur. Onu böləcəksiniz M-ortanın qiymətini heliuma qiymətinə, yəni 4-ə, bərabər edəcəksiniz, D heliumun qiymətini neçə verib sizə? 10. Bərabər edəcəksiniz 10. Deməli, sizin onda M-ortanız 4-ə vurduğunuz ona 40 eləmiş olacaq. Siz belə bir qarışıq tapmalısınız. İndi baxın uşaqlar, sizə verib, qiymətlər verib 1, 2, 3, 4, 5 olmaqla. Baxın, birincidə sizə nə göstərir? Birincidə göstərir, karbon qazının həcmini 100 göstərir. Deməli, oksigen həcmini neçə göstərir uşaqlar? 50 göstərir. Deyirsiniz ki, baxın, 100 milli karbon qazı və
50 milli də oksigen. İndi bunu daha rahat hesablamaqdan ötürü biri var ki 100 və 50 böyük rəqəmlərdən istifadə edək, hesablayaq. Bir də var ki onlar ixtisar gedirsə daha kiçik ifadələrlə hesablamaq daha rahatdır. Belə ki 100 ilə 50 ixtisar gedir. Bu 2 karbon qazı və 1 oksigen kimi yazmaq mümkündür. Yəni gəlin biz bunun M ortasını hesablayaq. Bizi M ortasını hesablayanda bizə 40 verən deməli qaz qarşılığı düzgündür. İndi baxın, M ortanı hesablayırsınız. 2 mol karbon qazı və 1 mol oksigen yazırsınız. 2 vurulsun karbon qazının emeri 44, üzərinə gəlsin 1 vurulsun oksigen emeri 32, bölürsüz mollar cəminə, yəni 3-ə. 2-ni 44-ə vuranda neçə eləyir uşaqlar? Eləyir 88. 88-in üzərinə 32 gəlirsiniz. 120 eləyir. 10 da 3-ə böləndə eləyir 40. Deməli, mənim birincim doğrudur. Sonra gəlirsiniz uşaqlar, baxırsınız ikinciyə. İkincidə sizə nə verib? İkinci üçün verib. Deməli, oksigen ilə karbon qazının artıq burada həcmlərini dəyişib ikincidə. İkincidə oksigen və karbon qazını, baxın, qrafikdə fikir verin. Oksigen üçün verib 300, karbon qazı üçün verib nə qədər? 100. Yazırsınız 100 milli karbon qazı, ikinci üçün hesablayırıq. Və 300 milli dəki neçə verib sizə? Oksigen. Və 100-dən 300 ixtisar gedir. Bu olur 1 mol karbon qazı, bu da olur 3 mol oksigen. Belə daha rahat hesablayırsınız. Və hesablayırsınız M ortanı. M orta bərabərdir. 1 vurulsun karbon qazının emeri 44, üzərinə gəlinsin 3 vurulsun oksigenin emeri 32, bölünsün mollar cəmi, yəni 1 ilə 3-ün cəminə. İndi uşaqlar 44-ün üzərinə gəlirsiniz 96, bu eləyir 140. 140-ı da bölürsünüz 4-ə, bu eləyir 35. Deməli, ikinci qiymətin M ortası 35-dir. Amma bizə nə lazım idi? M ortanın qiyməti neçə lazım idi bizə? Baxın, burada qeyd edilmişik 40. Deməli, 2-ni götürmürük. 2 yanlışdır. Sonra gəlirsiniz, üçüncünü hesablayırsınız. Üçüncü üçün Üçüncüdə qiymətlər sizə nə verib? Üçüncüdə verib 200 milli karbon qazı və deməli 100 milli də oksigen. 200 milli ilə 100 milli gedir ixtisar olur 2-nin 1 nisbətində. Deməli 2 mol karbon qazı və 1 moldakı oksigen. Bunu da M ortasını hesablayanda yazırsınız ki 2 vurulsun karbon qazının emeri 44, üzərinə gəlsin 1 vurulsun 32, bölünsün 2-nin 1-in cəmi 3. 2-nin 44-ə vuranda eləyir 88, üzərinə gəlsin 32 eləyir 120, 120-ni də böləndə eləyir 40. Deməli, üçüncü də doğrudur. Deməli, uşaqlar, bunu hər dəfəsində belə hesablamağın əvəzində, baxın, bizdə 40 qiyməti neçənin nisbətində götürülür? Baxın, fikir verin, 2-nin 1 nisbətində, amma 35 qiyməti 1-in 3 nisbətini götürdü deyə alınmadı. Deməli, bizdə də cavab 40 olması üçün mən 2-nin 1 nisbətində götürməliyəm. İndi baxın, 4-cü ifadədə görürsünüz ki, 50 var, bir də 150 var. 50 ilə 150 ixtisar getsə neçənin nisbətində olacaq? 1-in 3 nisbətində. Yəni, o da qiyməti təqribi olaraq 35 olar. İndi, yəni hesablasız elə görərsiniz. Amma bizə lazımdır 40 olan, yəni 1-in 2 nisbətində. Baxın, 5-ci son variant 5 qaldı. Deyir 300 milli karbon qazı və 5-cidə 150 milli oksigen. Həqiqətən də bu ixtisar gedəndə 2-nin 1 nisbətindədir. Və baxın, 2 mol karbon qazı, 1 mol oksigen də qiyməti hər zaman neçə elədir? 40 elədir. Deməli, 5 də doğrudur. Ona görə doğru cavabınız olacaq 1, 3 və 5. Baxın, doğru cavabınız budur. 1, 3 və 5. Əgər uşaqlar 79-cu sualın izahını başa düşmək istəyir, 80-ci sualın daha rahat izahını verəcəm. Baxın uşaqlar, deyir ki, oksigen və hidrogen qrafikdə kimi deyir qarışdırılır. Və sizə deyir ki, bunun D heliumə görə sıxlığı 3-ə bərabər. D heliumə görə sıxlıq 3-ə bərabərdirsə, bu nə deməkdir? Yəni deyir, M ortanı bölmüşəm heliumun qiymətinə, yəni 4-ə, bərabər olub 3. Onda buradan M ortanın qiyməti sizə neçə lazım olması lazım? 4-ü vurursunuz 3-ə, o da deyir 12. Deməli, siz elə bir qaz qarşılığı tapmalısınız ki, həmin o qaz qarşılığının M ortası 12 olsun. İndi uşaqlar, deməli 80-ci sualda gəlin qrafiklərə fikir verək. Baxın, qrafik burada bizə verilib. Gəlin biz birinci qrafikdə baxaq. Birinci qrafikdə qiymətlər bizim nə verib? Hidrogen və oksigen üçün. Baxın, birinci qrafikdə görürsünüz, hidrogen 50 verib, oksigen də 50 verib. Yazırsınız ki, deməli, 50 milli birinci üçün yazırsınız. Deməli, hidrogendir, 50 milli də oksigendir. 50 milli hidrogen, 50 milli oksigen. Hər ikisi 50-yə ixtisar gedir. Bu 1 mol hidrogen, 1 mol oksigen kimi baxmaq olar. Gəlin, indi bunun M ortasını hesablayaq. M orta bərabərdir 1 vurulsun 2, üzərinə gəlsin 1 vurulsun 32, bölünsün 2. 34-də 2-yə vuranda neçə eləyir? 17. Amma bizdə M ortanın qiyməti neçə olması lazım idi? 12. Deməli, 1 yanlışdır. Sonra baxaq ikinciyə. İkincidə bizdə görürük ki, 100 milli hidrogen və 50 milli də oksigendir. 100 milli hidrogen, 50 milli oksigen 50-yə ixtisar getsə, bu 2 mol hidrogen və 1 mol oksigen deməkdir.
Bunun da M ortasının qiymətini hesablasaq 2 vurulsun 2, üzərinə gəlsin 1 vurulsun 32, bölünsün 2 ilə 1-in cəmi, yəni 3. 4 ilə 32 eləyir 36, 36 da 3-ə böləndə eləyir 12. Deməli 2 doğrudur, 2-ni götürürsünüz. Sonra üçüncüdə baxın 200 ilə 100 verib, yəni 2-nin 1 nisbəti. 2-nin 1 nisbətsə yenə o da ikinci sualdakı kimi hesablasaz görəcəksiniz ki, cavab 12 eləyir. Gəlin istəyirsiniz hesablayaq lap belə. Baxın 200 milli hidrogen demir. Üçüncüdə və 100 milli oksigen deyir. 200 milli hidrogenlə 100 milli oksigen ixtisar gedəcək olacaq 2-nin 1 nisbətində olacaq 2 mol hidrogen, 1 mol oksigen. Və M ortanın da qiymətini hesablayacaqsınız ki 2 vurulsun 2 üzərinə gəlsin 1 vurulsun 32 bölünsün 3, o da edir 12. Yəni 3 də doğrudur. Dördüncüdə 50 və 150. 50 ilə 150 ixtisar getsə neçə olacaq? 1-in 3 nisbətində. 1-in 3 nisbətində sizdə qiymət 12 verməyəcək. Baxın 12 verdiklər qiymətlər görürsünüz neçə nisbətindədir? 2-nin 1 nisbətində. Deməli 4 yanlışdır. 5-ciyə baxırsınız 300 verib, bir də 150 verib. 300 milli verib hidrogenə, 150 də verib oksigenə. 300-ün 150 ixtisar gedəndə 2-nin 1 nisbətindədir. Deməli 5 də doğrudur. Ona doğru cavabınız olacaq 2, 3 və 5. Gəlin uşaqlar baxaq 81-ci suala. 81-ci sualda deyir ki, XO qazının normal şəraitdə sıxlığı 1,25-dir. Yazırsınız ki, ρ bərabərdir 1,25. Normal şəraitdə bəs həcm neçədir? V bərabərdir 22,4-dür. Baxın, sizdə ρ var, V var. Nə yoxdur? M yoxdur. Onda biz bilirik ki, M bərabərdir ρ, V düsturuna əsasən M bərabərdir 1,25-i vuracaqsınız 22,4-də. Buradan da M-in qiymətini hesablasaz görəcəksiniz ki, 28-dir. Deməli, bizdə XO qazının kütləsi 28-dir. Mən də sizə demişəm ki, kütlə, M, bunlar eyni anlaşdır. Sadəcə vahidlərinə görə fərqlidir. Yəni, bu o deməkdir ki, XO maddəsinin M-i 28-dir. Yazırsınız, X da gəlinsin 16 bərabərdir 28-ə. Buradan X qiymətini tapırsınız 12. Və sizdən soruşurdu ki, X elementinin nisbi atom kütləsini hesablayın. Bu da eləyir 12. Gəlin uşaqlar baxağın 82-ci suala. Deyir ki, A mol SO2 və A mol CH4, yəni A mol kükürt dioksid, bir də A mol da metan verib. Deyir, bu ümumi qarşılığın kütləsi 160 qramdır. Gəlin hesablayaq. SO2-nin emeri neçədir? 64-dür. 64-ü vurursunuz əvvəldə duran mola, yəni A-ya. Üzərinə gəlirsiniz. Metanın neçədir? 16. 16-nı da vurursunuz A-ya. Bərabər edirsiniz 160-a. Deməli, 80A bərabərdir. 80A bərabərdir 160-a. Buradan A-nın qiymətini hesablayırsınız ki, 2-dir. İndi bu qarşıda metanın kütləsi. Qarşıda nə qədər metan var? 2 mol metan var. İndi bunun kütləsini deyir. 2-ni vuracaqsınız metanın emeri 16-ya. O da eləyəcək 32. Deməli, 82-ci sual doğru cavab oldu 32. Gəlin uşaqlar baxalım 83-cü suala. 83-də deyir ki, 3 mol etan yazırsınız. 3 mol etan C2H6 və 2 mol da azot 2 oksid yazırsınız. 2 mol azot 2 oksid deyir uşaqlar. Baxın, azotun yuxarı hissəsində nə yazırsınız? 2 yazırsınız. Oksigen də yuxarı hissəsində 2 yazırsınız. Bu ikilər ixtisar gedəndə olur NO. Deməli, 2 mol da NO azot 2 oksiddən ibarət bu qaz qarışığının hidrogenə görə nisbi sıxlıq. Deməli, qaz qarışığının nəyəsə görə nisbi sıxlıq deyəndə birinci nə edirik? O qaz qarışığının M ortasını hesablayırıq. Deməli, M orta bərabərdir. Yazırsınız 3 vurulsun, etanın kütləsi 30, üzərinə gəlsin 2 vurulsun, NO-nun kütləsi 30, bölürsünüz mollar cəmi, yəni 3-ün 2-nin cəmi o da edir 5. 3 vurulsun 30 uşaqlar 90-dır, 90 üstə gəlsin 60, 150, 150 də 50-yə böləndə eləyir 30. İndi deyir ki, bu qarşılığın hidrogenə görə nisbi sıxlığı D, hidrogenə görə nisbi sıxlıq bərabərdir. M ortanın qiymətini bölürsünüz hidrogen emerinə, yəni 2-yə. M ortada tapdıq ki, 30-dur. 30-u böləcəksiniz 2-yə, o da eləyəcək 15. Deməli, doğru cavabımız olur 15. Gəlin uşaqlar 84-cü suala baxaq. 84-cü sualda deyir ki, reaksiyadan əvvəlki qaz qarışığında oksigenin mol payını hesablayın. Baxın uşaqlar, reaksiya gedir hidrogenlə oksigen arasında. Hidrogenlə oksigen reaksiya daxil olaraq əmələ gətirir su. Və biz bilirik ki, birinci reaksiyanın tənini yazırıq, ikinci qaydamızda nədir? Əmsallaşdırmaqdır. Əmsallaşdırdıq. Mən görürəm ki, reaksiyada, baxın, bu qabdır. Qabın içərisində görürəm ki, 100 milli hidrogen var, bir x milli oksigen. Bu nə deməkdir? Yəni, 100 milli hidrogen reaksiya daxil olub. X milli də oksigen reaksiya daxil olub. Və görürsünüz ki, qabın kənarında da 50 milli oksigen yazılıb. Bu 50 milli oksigen onu demək istəyir ki, yəni 50 milli oksigen sizdə artıq qalıb. İndi siz düşünün. Baxın, 2 mol hidrogenlə 1 mol oksigen 2-nin 1 nisbətindədir, düzdürmü? İndi 100 milli əgər ki,
hidrogen reaksiya daxil olubsa, uşaqlar, mən indi sizdən soruşuram, nə qədər bəs oksigen reaksiya daxil olar? Ondan 2 dəfə az, yəni 50 milli. Deməli, 50 millidə oksigen reaksiya daxil olar, düzdür? Amma bizə deyir, reaksiyadan əvvəlki qaz qarışığında. Reaksiyadan əvvəlki qaz qarışığında məndə hidrogen də var, oksigen də var. Hidrogen deyirsiniz ki, hidrogen var, bir də oksigen var. Hidrogen deyirsiniz ki, 100 millidir. Amma oksigen 50 milli oksigen burada X-dir. Reaksiya daxil olub. 50 milli oksigen də qabda qalıb, artıq qalıb. O reaksiya daxil olmayıb. Onda ümumilikdə məndə başlanğıcda nə qədər oksigen var imiş? 50-si reaksiya daxil olub, 50-si də artıq qalıb. Deməli, ümumilikdə 100. 100 millidə deməli nə var imiş? Oksigen var imiş. Bu reaksiyadan əvvəlkidir. Reaksiya getdikdə onsuz da bu X milli oksigen, yəni 50 milli oksigen reaksiya daxil olub. Yəni bu reaksiyadan əvvəldir. Bizə də nə soruşur şərtdən? Deyir, reaksiyadan əvvəlki qaz qarışığını, yəni bax bunda deyir, oksigenin mol payını faizli hesablayın. İndi burada biz oksigenin mol payını faizli hesablamamız tələb olunur. İndi uşaqlar, oksigen nə qədərdir? Mol. Yəni ki, mol nə deməkdir? Məsələn, demişəm, moldur, həcmdir. Bunlar bir-birlərindən eyni anlayışdır. 100 milli həcmi ifadə edir. Bu həm də nə deməkdir? Mol deməkdir. Yəni ki, 100-ü böləcəksiniz. Yəni 100 milli oksigendə əvvəldə 100 qeyd olunub. 100-ü böləcəksiniz. Ümumi 100 ilə 100-ün cəmi 200-ə vuracaqsınız 100%-ə. Bu da eləyəcək 50%. Deməli, doğru cavab olur 84-də 50%. 85-ci sual onun bənzəridir. Gəlin ona da baxaq. Baxın uşaqlar, burada reaksiyanın içərisində görürsünüz ki, oksigen verir, bir də hidrogen verir. Deməli, hidrogenin oksigen qarşılıqlı təsirdə olub, əmələ gətirib su. Bunu belə yazdıq. Sonra ikinci qaydamız əmsallaşdırmaqda əmsallaşdırdıq. Mən görürəm ki, reaksiyada qabın içərisində 50 milli oksigen qeyd olunub. Yəni, bu nə deməkdir? 50 milli oksigen reaksiya daxil olub. Və x milli də hidrogen. Mən görürəm ki, hidrogenlə oksigen neçə nisbətində birləşir? 2-nin 1 nisbətində birləşir. Yəni, məndə 50 milli oksigen varsa, ondan 2 dəfə çox hidrogen reaksiya daxil olub. Yəni, 100 milli hidrogen reaksiya daxil olub. Buradan x-in qiymətini 100 tapdım. Amma görürəm ki, məndə qabın kənarında 50 millilitr hidrogen də var. Bu nə deməkdir? 100 milli hidrogen reaksiya daxil olub. Amma bu 50 milli hidrogen isə qabdan kənarda oxla göstərib. O artıq qaldığını göstərir. Deməli, onda bizdə reaksiyadan əvvəl 50 milli oksigen OH bildik var. Bəs nə qədər hidrogen var? 100 milli hidrogen reaksiya daxil olub, 50 milli hidrogen də artıq qalıb. Ümumilikdə 150 milli deməli nə var? Hidrogen var imiş. Deyir, indi bu reaksiyadan əvvəlki, bax bu qaz qarışığımız, reaksiyadan əvvəlki qaz qarışığımız bizdə budur. Deyir, bu qaz qarışığında oksigenin mol payını hesablayın. Yazırsınız ki, omega oksigen bərabərdir. Oksigenin 50 millisini yazırsınız yuxarıya. Bölürsünüz ümumi cəmə, 50 ilə 150-nin cəmi 200-ə vuracaqsınız 100%-ə. Bu da edir neçə? 25%. Gəlin uşaqlar, baxaqın 86-cı suala. 86-da deyir ki, metan və oksigen qarışığının kütləsi 72 qramdır. Metan və oksigen, bu ümumi kütlə deyir neçə qramdır? 72 qramdır. Və deyir ki, bu qarışıqda metan və oksigen moleküllarının sayı bərabərdir. Yəni, buna da deyək 1x, buna da deyək 1x. Deyir, bu zaman onda oksigenin kütləsini hesablayın. Birinci gəlin, buradan x-in qiymətini hesablayaq. Yazırsınız ki, 16 vurulsun x, üzərinə gəlinsin 32 vurulsun x. Niyə 16 vurulsun x? Metanın qiyməti 16-dır. Baxın, emirimi verib. Onu vurursunuz mola x-a. Oksigen də emiri 32-dir. Onu da vurursunuz x-a. Bərabər edirsiniz 72-yə. Bərabərdir, yazırsınız 48x bərabərdir 72-yə. Buradan x hesablayırsınız. 72-nin 48-ə böləndə edir 1,5. Və deyir ki, indi bizdə burada oksigenin kütləsini hesablayın. Yəni 1,5 molda nə var? Oksigen var. Bunun da kütləsi neçə olacaq? 1,5-ə vurursunuz, oksigen emiri 32. Bu da eləyəcək 48. Gəlin uşaqlar, baxaqın 87-ci sualda. 87-ci sualda nə deyir bizə? Deyir ki, eyni sayda oksigen atomu olan CO və dəm qazı və kükürt dioksiddən ibarət qaz qarışığının heliumə görə nisbi sıxlığını hesablamamızı soruşur. Eyni sayda oksigen atomu olan CO və SO2. Eyni saydadır mı sizcə? Xeyr. Burada bir dənədir, burada 2 dənədir. Eyni say getirir hər ikisini 2-yə. Onda mən bura əvvəl 2 yazaram, burada əvvəldə 1 yazaram. Deməli, mənim qarışığımda 2 mol dəm qazı, 1 moldakı SO2 var imiş. İndi bizə nə deyir? Deyir, bu ibarət qaz qarışığının heliumə görə nisbi sıxlıq. Deyirik ki, birinci nəyə hesablayırıq? M orta. M orta bərabərdir. 2 vurulsun, CO-nun qiyməti 28, üzərinə gəlin 1 vurulsun, SO2-nin qiyməti 64 bölünsün 2 ilə 1-in cəmi 3. 2 28-ə vuranda eləyir 56, 56 ilə 64, 120, 120-ni də 3-ə böləndə eləyir 40. İndi bunun heliumə görə nisbi sıxlığı deyirsiniz ki, D heliumə görə bərabərdir. M ortanın qiymətini bölürsünüz heliumun qiymətinə, yəni 4-ə, 40-ı da 4-ə böləndə eləyir 10. Deməli, 87-də doğru variantınız olacaq.
10. Gəlin uşaqlar, baxaq 88-ci suala. 88-də bizə deyir ki, qaz qarışıq verib, metan verib və propan verib. Bu deyir ki, bunun üzvü kimi bölməsidir. Yəni, bunların hələ ki, adlarınız bilməməyiniz, bəziləriniz varsa, yeni başlayanlar normaldır. İndi CH4 və CH8 deyir sizin dildə. Baxın, karbon atomların sayı bizə nə verib? Hər ikisində verib AA. Bu nə deməkdir? Yəni, karbon atomların sayı eynidir. Amma mən görürəm ki, eynidir. Xeyr, CH4-də 1 karbon atomu var, CH8-də isə 3 karbon atomu var. Amma mən hər ikisini 3 karbon atomuna gətirə bilərəmmi? Bəli. Bu necə olur? Deməli, CH4-ün əvvəlinə 3 yazmalıyam. Propan da əvvəlinə 1 yazmalıyam ki, bu belə olsun. İndi bu qaz qarışığının deyir, orta molyar kütləsini hesabla. M orta bərabərdir. Uşaqlar yazacaqsınız 3 vurulsun. Metanın emeri 16. Üzərinə gəlsin 1 vurulsun. Propanın emeri 44. Bölünsün 3 ilə 1-in cəmi 4. 48-in üzərinə gəlirsiniz 44. Bölürsünüz 2-yə. O da 92-ni 2-yə böləndə eləyəcək 46. 89-cu sualda eyni sualdır. Yaza bilərsiniz özünüz rahat. Və əgər yeni yaza bilməsəniz, gəlin mən hər ihtimalı yazım. Ola bilsin ki, bəzi uşaqlar başa düşmədi. Yenidən izah verək. Qaz qarışığı verir, baxın uşaqlar, metan verir və CH4 verir. Karbon atomlar sayı deyir, eynidir. Bura 2, bura 1 yazaram. Bəli. Və mənə M ortanı soruşmur. Çox rahatdır. 2-ni vurursunuz. CH4-ün qiyməti 16-ya, üzərinə gəlirsiniz 1-i vurursunuz. CH4-ün qiyməti 28-ə. Bölürsünüz mollar cəmini. O da eləyir 32, 28, 60, 63-ə böləndə 20. Sonra 90-cı suala baxaq. Deyir ki, qarışıq verib. Qarışıq bizə verib nə? Deməli, CH4 ilə C2H6 verib. Və deməli, bizə deyir ki, həcmi 8,96-dır. Ümumi qarışığın həcmi deyir ki, 8,96-dır. Uşaqlar, mən sizə demişəm ki, bizə litrli, qramlı ifadələr varsa, onu daha rahat hesablamaqdan ötürü nəyə getirmək lazımdır? Mola getirmək lazımdır. 8,96 litrimiz ümumi neçə mol deməkdir? 8,96-nı bölürsünüz 22,4 eləyir 0,4 mol. Deməli, sizə deyir ki, ümumi bu qarışıqda 0,4 moldur və deyir kütlə olaraq da 13 qramdır. Ümumi kütləsi 13 qramdır. İndi deyir, buradan mol sayı X üçün və Y üçün tapın. Uşaqlar, baxın, ümumi mol sayımız 0,4 nə deməkdir? Yəni, X-in molu ilə Y-in molunu cəmləmsiz, almışsınız 0,4. Onda bunu biz bu qıraqdan yazaq ki, X üstə gəlsin Y bərabərdir 0,4-ə. Bir də yazırsınız ki, kütlə axı sizə verib 13. Kütlə 13 nə deməkdir? Yəni ki, bunun CH4-ün emerini vurmuşsunuz X-a, CH6-ın emerini də vurmuşsunuz Y-ə, bərabər eləmişsiniz, cəmləmişsiniz, bərabər eləmişsiniz 13-ə. Yəni, CH4-ün qiyməti 40-a vurursunuz X-a, üzərinə gəlsiniz CH6-ın qiyməti 30-u vurursunuz Y-ə, bərabər eləyirsiniz kütlə neçəyə? 13-ə. Bunu da yazdıq belə. Baxın, məndə 2 tənlik var. Bir, X üstə gəlsin Y bərabərdir, 0,4 tənliyi var. Bir də 40X üstə gəlsin, 30Y bərabərdir, 13 tənliyi var. İndi baxın, mən indi bunun tənliklər sistemini həll etmək istəyirəm. Baxın, burada hər iki tərəfi 40-a vura bilərəm. Daha doğrusu hər üç tərəfi. Bu olar 40X üstə gəlsin, 40Y bərabərdir, 0,4-ü vurursunuz 40-a. 0,4-ü 40-a vuranda neçə eləyir? Eləyir, deməli, 16. Bunu belə yazırsınız. Baxın, artıq sizdə baxın, bu iki tənliyi biz tənliklər sistemini həll edə bilərikmi? Eləyə bilərik. Yazırsınız, baxın, 40X üzərinə gəlsin, 40Y bərabərdir 16. Tənliklər sistemi ilə biz tərəf-tərəfə çıxsaq, 40X-lər gedəcək, 40Y-dən 30Y çıxanda eləyir 10Y, 10Y bərabərdir 16 çıxılsın 13 eləyir 3. Buradan Y bərabərdir 3, ona böləndə neçə eləyir? 0,3. Y-iniz əgər 0,3-dürsə, uşaqlar, X-iniz də gəlib tənlikdə yerə qoysaz, 0,1 eləyər. Bizə nəyə soruşurdu elə? Bunların molların sayını soruşurdu. Hə, amma Y-i hesablamamız soruşur. Elə biz X-i də hesabladıq. Y neçə elədi bizdə? 0,3. Sonra baxaq 91-ci suala. 91-ci sualda bizdə qaz qarışığı verir, tərkibi verib, metan və hidrogen. Yazırsınız, metan və hidrogen. Deyir ki, bu qarşıda proton sayı 3-dir. Bəziləriniz indi hələ ki, bu dövr qanunun dərsinə aiddir. Bəlkə də bilmirsiniz. Buradan çox rahat şəkildə bir izah verim. Yəni bilməyənlər üçün. Bilənlər də varsa, bu hissəni biraz irəli ata bilərlər. Uşaqlar, proton var, bir də neutron var. Baxın, X elementidir. X elementinin, bunu mən dərs izahında da deyəcəm, X elementinin yuxarı hissəsində, baxın, A yeri var. Ortasında neutron olur, aşağı hissəsində də proton olur. Deməli, proton, baxın, bax, buradır. Neutron necə tapırsınız? Neutron bərabərdir, A yer çıxılsın proton. Bir dənə bunu bildim bəsdir. Məsələn, bax, deyək ki, məsələn, sizin üçün maqnezium elementi. Maqnezium elementinin protonu 12-dir, A yerdə 24-dür. Desəm, indi neutron nəyə bərabərdir? Deyirsiniz, neutron A yerin qiymətini, yəni 24-dən çıxırsınız
protonun qiyməti 12. 24-dən 12 çıxırsa deyir 12. İndi sizə deyir ki, qaz qarşı verib. Verib CH4-dən hidrogen. Deyir, qarışıqda proton sayı 3 endir. Qarışıqda proton sayı 3 endir. Baxın, sizin qarışıqda da hətta baxın, burada çox rahat şəkildə sizə verib qiymətləri. Karbonun qiyməti baxın, proton burada neçədir? 6, hidrogen neçədir? 1-dir. İndi bax, mən bu qarışıqda metanın nə qədər, hidrogen də nə qədər olduğunu bilirəm mol olaraq. Xeyr, ona görə metanın əvvəlini yazıram X, hidrogen də əvvəlini yazıram Y. Və baxın, X mol metanda nə qədər karbon atomu var? Bir dənə karbon atomu var. Bir karbon atomda baxın, protonu neçədir? 6. 6-nı vurursunuz moluna X-a, üzərinə gəlirsiniz. 4-ü vurursunuz X-a, üzərinə gəlirsiniz. Niyə 4-ü vurursunuz X-a? Çünki bu hidrogenda proton 1-dir. 1-i vurdunuz 4-ə, 10-da vurursunuz X-a. Üzərinə gəlirsiniz, 2-ni də vurursunuz Y-ə. Bərabər edirsiniz 3N-ə. Yəni 10X üstə gəlinsin 2Y bərabərdir 3N. Bax, bu mənim birinci tənliyim. Bunu alıram bir qırmızı ilə işarəyə ki, bilim ki, bu mənim birinci tənliyimdir. İndi ikincidə də deyir ki, qarışıqda neytron sayı N-dir. Neytron dedik, necə tapırıq? A-yerdən çıxırıq protonu. Baxın, karbonun neytronu, baxın, karbon üçün neytron necə tapılacaq? 12-dən çıxacaqsınız 6 olacaq 6. Bəs hidrogen üçün neytron necə tapılacaq? 1-dən çıxacaqsınız 1 olacaq 0. Baxın, indi bax, mənim bu qarışığımda nə qədər karbon atomu var? Bir dənə. Bir dənə karbon atomu əvvəldə X qeyd olunub da. Bir karbon atomunun neytronu nə qədərdir? 6-dır. Deməli, 6X üzərinə gəlinsin. Hidrogenlərdə 0-dır. Vəsiyo. Deməli, 6X bərabər olacaq N. Yəni, hidrogenlər 0 nəyə vursa, onsa 0 edir. Yəni, hidrogenlər hesablamaq ehtiyac yoxdur. Bir dənə karbon atomu var. Onun da neytronu 6-dır. Vurdunuz əvvəldəki əmsalı oldu 6X. 6X bərabər oldu nəyə? Verib sizə qiymət N-ə. Uşaqlar, bunu bildiniz. Çox rahatdır. 6X deyirik ki, nəyə bərabərdir? N-ə bərabərdir. Onu da gəlin, baxın, bax, N-in qiymətini 6X-i gəlib burada yerinə yazaram. Yazaram ki, 10X də gəlinsin 2Y. Bərabərdir 3 vurulsun 6X, yəni 18X. Yazırsınız ki, 8X bərabərdir 2Y-ə, 4X bərabərdir Y-ə. Bu nə deməkdir? Yəni, X bərabərdir 1-dir, Y də bərabərdir 4-dür. İndi bizə deyir ki, bu qaz qarışının orta moler kütləsini hesablayın. X-in 1 qiymətini tapdınız, Y-in də 4 qiymətini tapdınız. Yazırsınız ki, M orta bərabərdir. 1 vurulsun, metanın qiyməti 16, üzərinə gəlinsin 4 vurulsun, hidrogenin üçün 2, bölürsünüz 1 ilə 4-ün cəmi 5-ə. 16 ilə 8 edir 23, 23-i də böləcəksiniz 5-ə. 23-i də 5-ə bölündə neçə eləyir? 23-i 5-ə bölün, 4,8 eləməlidir. 4 tam səhv hesablamadıq ki, 16-nın üzərinə gəlirik biz, 4 ilə 2-nin hasili 8, 24-ü 5-ə bölündə 4,8. Deməli, M orta olur 4,8. Ümidvaram ki, başa düşürsünüz. Əgər başa düşməsəz, yorumları yazın, yenidən bu sualın izahını verim. Baxın uşaqlar, istəyirsiniz bir dəfə də təzədən deyim, izah verim. Tam belə aydın olsun. Əgər ki, yenə deyirəm, tam başa düşməyənlər varsa, baxa bilərlər. Yox, başa düşən biraz irəli sarsın, başqa o birisi sualın izahına baxsınlar. Deməli, baxın, sizə verib qarışıq tərkibi, düzdürmü? Bax, metan verib, bir də etan verib. Etan deyirəm, hidrogen verib. Bu qarışıqda sizə verib proton sayı 3 endir. Baxın, proton dedim ki, bax, bu aşağıdakı qiymətdir. Karbon üçün 6-dır, hidrogen üçün də 1-dir. Mən bunun nə qədər X üçün nə qədər mol olduğunu bilmirəm deyə əvvəlini yazdım Y, metan əvvəlini yazdım X, hidrogen də əvvəlini yazdım Y. Burada nə qədər karbon atomu var? 1X qədər karbon atomu var. Proton olaraq onda 6 vurulsun 1X, eləyəcək 6X. Deyirsiniz, bəli, karbon üçün. Hidrogen üçün də proton burada neçədir? 1-dir. 1-i vuracaqsınız 4X-ə, eləyir 4X. Üzərinə gəlirsiniz, 1-i vuracaqsınız 2Y-ə, eləyəcək 2Y. Bərabər eləyəcəksiniz, proton sayı 3N-dir. Yazırsınız 10X-də gəlirsin 2Y bərabərdir 3N. Baxın, bu sizdə oldu 1 tənlik. Bunu belə aldım 1 kvadrata. Sonra bu protonun işim bitdi. İndi gəldik neytrona. Neytron deyir neçədir? N-dir. Karbon üçün neytron 12 çıxılsın 6 olacaq 6. Hidrogen üçün neytron 1 çıxılsın 1 olacaq 0. Baxın, mənim bu qarşılığında nə qədər karbon atomu var? 1X qədər karbon atomu. 1X-i vuracaqsınız 6-ya, oldu 6X. Nə qədər hidrogen atomu var? 4X qədər. 4X-i 0-a vursam, nə olacaq? 0 olacaq. Burada da 2Y-i 0-a vursam, yenə 0 olacaq. Yəni ki, 0 nəyə vursan, olsa 0-da, onu hesablamaya ehtiyac yoxdur da. 6X-i bərabər edəcəksiniz. Bax, sizə cədvəldə nə verib? Qarşıda neytron sayını verib? N. 6X-i bərabər edədiniz N-ə. Deməli, siz haradakı N gördünüz, ora nə yazacaqsınız? 6X yazacaqsınız. Bax, mən bu tənlikdə N görürəm. Ora nə yazacağım? 6X. Yazırsınız 10X-də gəlinsin 2Y bərabərdir 3 vurulsun N. Yəni 3 vurulsun 6X eləyəcək 18X. 8X bərabərdir 2Y-ə, bu da X-a gedəcək 4X bərabərdir 1Y-ə, X-in 1,
Y-nin də 4 qiymətini tapdınız. Deməli, bu nə deməkdir? Baxın, X üçün demişəm metandır da, yəni 1 mol metan, Y mol hidrogen, yəni 4 mol hidrogen var imiş. İndi bundan işimiz bitmir. Bizdə nə soruşur? Qaz qarışının orta molar kütləsi tapırsınız ki, M orta bərabərdir 1 vurulsun 16, üzərinə gəlsin 4 vurulsun 2, bölünsün mollar cəmi, yəni 5-ə. Bu da eləyir 4,8. Gəlin uşaqlar baxaq 92-ci suala. Deyir ki, müəyyən şəraitdə qapalı qabda CO və oksigen verir. Deməli, bunlar bir-birlərinə reaksiya daxil olub nə əmələ gətirir? CO2. Və əmsalları da yazırıq. Yazırsınız ki, bura 2, burada yazırsınız ki, 2. İndi bizə deyir ki, bu qapalı qabda CO və oksigendən ibarət qarışığın həcmi, ümumi qarışığın həcmi, CO və oksigendən ibarət ümumi qarışığın həcmi deyir ki, 100 millidir. Və deyir CO-nun tam yanması. CO-nun nə qədər olduğunu bilirəmmi? Xeyr. Yəni, mənim əvvəldə nə qədər mililitre olduğunu bilirəmmi? Xeyr. Ona görə nə yazıram bura? Bir yazın X. Əgər ki, X millilitr CO reaksiya daxil olubsa, 100'dür ümumi bir şey. Qarışıq 100'dür. Onun X millisi CO-dursa, X milli, baxın yazıram, X millisi əgər CO-dursa, bəs nə qədər oksigenli yazırsınız 100 çıxılsın X. İndi bəzi uşaqlar deyə bilər ki, ay müəllim, niyə siz X-i yazdınız CO? Bəlkə X oksigenli 100 çıxılsın X CO-dur. Baxın, amənə şərtdə nə deyir? Deyir CO-nun tam yanması. CO reaksiya daxil olub. CO-nun bəs nə qədər reaksiya daxil olduğunu bilirəmmi? Yox, məhsulda. Ona görə yazdım X milli CO. Ümumi qarışığında 100 millidirsə, əgər onun X millisi CO-dursa, bəs 100 çıxılsın X millisi nədir? Oksigen. Bunu belə bildik. Mən tənlikdən görürəm ki, 2 mol CO 1 mol oksigenlə reaksiya daxil olur. Deməli, X mol CO-nun tam yanmasından nə qədər oksigen reaksiya daxil olacaq? Onun yarısı qədər X bölünsün 2 qədər oksigen. Bəs nə qədər karbon qazı alınacaq? Elə X qədər. Çünki 2 eynidir də. Yəqin ki, buranı anladınız. Yəni, əgər 2 olan məndə X-dirsə, əmsallarda əvvəlində 2 qeyd olunubsa, onun həcmi X-dirsə, onda oksigen də əvvəlində 1-dir, axı onun yarısı qədər X bölünsün 2 qədər olacaq. Bu, belə yazdıq məlumatlı olaraq. Mən reaksiya nəticəsində nə görürəm? Görürəm ki, reaksiyadan sonra məndə nə qədər karbon qazı alındı? X milli karbon qazı alındı. Düzdür? Mənə nə deyir şərtdə? Deyir ki, CO-nun tam yanmasından sonra alınan qaz qarışığı, CO reaksiya girdi. Tam yanmadan sonra nə alındı? Məndə hansı qaz qarışığı alındı? CO2 alındı. Nə qədər alındı? X milli. Bir də nə oldu məndə? Artıq qalan. Baxın, mənə deyir CO tam yanıb. CO tam yanıb nə deməkdir? Yəni ki, uşaqlar, başlanğıcda X milli CO var idi. Onun X-i də o qədər də reaksiya daxil oldu. Düzdür? Yəni, ona artıq heç bir şey qalmadı. Amma mən sizə demişəm, reaksiya daxil olan 2 maddələrdən biri tam reaksiya girir, digəri isə müəyyən hissəsi reaksiya daxil olur, müəyyən qədər də artıq qalır. Sizdə 100 çıxılsın X milli oksigen başlanğıcda var idi. Ondan X bölünsün 2 qədər oksigen reaksiya daxil oldu. Bəs nə qədər artıq qaldı? Əsas məsələ budur. İndi yazırsınız ki, 100 çıxılsın X çıxılsın, deməli X bölünsün 2 qədər də artıq qalan oldu. Artıq qalan. Baxın, buraya yazırsınız. Artıq qalan. Bu da əmələ gələn. Bunu belə yazdıq. Baxın, mənə də deyir ki, burada CO-nun tam yanmasından sonra alınan qaz qarışının həcmi 70 milli olmuşdur. Qaz qarışının həcmi, qaz qarışıda X milli karbon qazıdır və 100 çıxılsın X bölünsün 2 qədər də nədir? Oksigendir. Bu deyir ki, nə qədərdir? Milli olaraq 70 milli. Uşaqlar, toplayırsınız, bərabər edirsiniz 70. Yazırsınız ki, 100 çıxılsın X. Ondan sonra çıxılsın X bölünsün 2. Üzərinə gəlirsiniz X millidə karbon qazı bərabər edirsiniz 70-ə. Və buradan da tapırsınız ki, X bölünsün 2, 100 çıxılsın X bölünsün 2 bərabərdir 70-ə. Buradan da X bölünsün 2 bərabərdir 30-a. Buradan X oldu 60 milli. Deməli, sizdə 60 milli başlanğıcda nə var imiş? 60 milli başlanğıcda CO var imiş. İndi bizə nə soruşur? Deyir, ilkin qarışıqda oksigen həcmini. İlkin qarışıqda məndə X milli CO var. X-ə tapdıq ki, 60-dır. Deməli, 60 milli CO var. 100 çıxılsın X qədər də oksigen, yəni 100 çıxılsın 60, 40 milli də oksigen var. Və bizdən ilkin qarışıqda oksigen həcmini soruşur da, deməli, bu da olur 40 milli. Başa düşməyənlər varsa, yenidən izah verirəm. Başa düşənlərsə, biraz irəli sarsın, digər sualın izahına baxsınlar. Baxın, uşaqlar, müəyyən şəraitdə deyir, qapalı qabdır. Qapalı qabda CO və oksigen reaksiya daxil oldu, əmələ getirdi CO2. Sonra deyirik ki, əmsallaşdırmanı qeyd elədik. Yazdıq CO-nun əvvəlinə 2, CO2-nin əvvəlinə yazdıq 2.
Mənə deyir CO-nun tam yanması. Baxın, CO ilə oksigenin ümumi qaz qarışımı verib 100 milli. Mənə cümlədə CO-nun tam yanması dediyinə görə mən CO-nun nə qədər reaksiya daxil olduğunu bilmədiyim üçün yazdım məhsul olaraq bir X. Məndə də deyir ki, qaz qarışığı 100 millidir. Deyirəm ki, yaxşı, X milli əgər CO-dursa, bəs nə qədər oksigendir? Deyirsiniz ki, 100 çıxılsın X qədər də oksigendir. Və həmin bu CO tam yanıb. Yəni, onun heç bir şey artıq qalmayıb. Deməli, bu X yazdım CO-ya. Görürəm ki, CO ilə oksigen 2-nin 1 nisbətində birləşir. Mənə əgər də soruşsaydı, məsələn, tənlikdə nə qədər oksigen reaksiya daxil olub, deyərdim ki, X bölünsün 2 qədər də oksigen reaksiya daxil olub, X qədər də karbon qazı əmələ gəldi. Deməli, X milli karbon qazı əmələ gəlib. Mənə deyir ki, bu reaksiyadan sonra alınan qaz qarışır. Reaksiyadan sonra mənə reaksiyadan alınan bir maddənin həcmi lazımdır. Bir də başlanğıcda o iki maddələrdən biri tam reaksiya daxil olub. Baxın, CO-nun deyir tam reaksiya. Biri isə, yəni oksigen, müəyyən qədər reaksiya daxil olub, müəyyən qədər də artıq qalıb. Deməli, mənim bu qabımda bir əmələ gələn maddənin kütləsi lazımdır, həcm lazımdır. Bir də artıq qalan maddənin həcmi qeyd olunur. İndi X milli birlik karbon qazıdır. Bəs artıq qalanı necə hesablayacağıq? Oksigen artıq qalır, çünki şərtdə deyir ki, CO tam reaksiya daxil olur. İndi oksigenin nə qədər artıq qaldığını bilməkdən ötürü mənə başlanğıcda verilən qiymətdən çıxacaq sərf olunan qiymət, yerdə qalanda nə olacaq? Artıq qalan. Mənə başlanğıcda biz bildik ki, 100 çıxılsın X qədər oksigendir. Nə qədər bəs reaksiya daxil oldu? X bölünsün 2 qədəri. Deməli deyirsiniz ki, 100 çıxılsın X, çıxılsın X bölünsün 2 qədər də oksigen artıq qaldı. Və sizə deyir ki, bu reaksiyadan sonra əmələ gələnlə artıq qalanın ümumi nə qədərdir? 70 millidir. Topladınız, bərabərlədiniz 70-ə, X-i tapdınız 60 milli. Sizdə ilkin qarşıda oksigen həcmi soruşur. Deməli, X milli CO idi, ilkin qarşıda, yəni 60 milli CO idi. Bəs nə qədər oksigen idi? 100 çıxılsın X, yəni 100 çıxılsın 60, 40 milli də oksigen. Və bizdən də oksigen soruşurdu deyə doğru cavab olacaq 40 milli. Gəlin uşaqlar, baxaq 93-cü suala. 93-cü sualda bizə deyir ki, X qazının kütləsinin Y qazının kütləsindən 4 dəfə çoxdur. Kütlə uşaqlar bilirik ki, kiçik M hərfinə işarə olunur. Deyir ki, X qazının kütləsi Y qazının kütləsindən 4 dəfə çoxdur. Deyək ki, Y qazının kütləsi 1-dir. 1 qramdır. Onda X qazının kütləsi 4 dəfə çox olduğu üçün 4 qram olar. Deyirsiniz, bəli, müəllim. Sonra deyir ki, X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. Deməli, X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. Bu nə deməkdir? X 1-dirsə, uşaqlar 1-dirsə, onda Y olar 2. Deyir, çünki X-in nisbi molekul kütləsi Y-in nisbi molekul kütləsindən 2 dəfə azdır. Sonra bizə nə deyir? Deyir, X-in mol miqdarı, deyir, Y-in mol miqdarından deyir, neçə dəfə çoxdur? Bax, bizdən bunu soruşur. İndi bax, əsas məsələ budur. Gəlin biz bir ayrılıqda X-in mol miqdarını tapaq, sonra Y-in mol miqdarını tapaq, sonra hesablayaq ki, X-in mol miqdarı Y-in mol miqdarı nə qədər çoxdur. Biz də nüyünün düsturunu bilirik. Nüy bərabərdir, kiçik M bölünsün böyük M. Biz demişik ki, MR də molar kütlənin eyni anlayışdır. Yəni, bu MR-in aldığınız bu bir qiymət, həm də molar kütlənin qiymətidir. Yəni, nüy bərabərdir. Baxın, X üçün hesablayıram. Nüy X bərabərdir. X-in kütləsinə qədər 4. 4-ü bölürsünüz, onun molar kütləsinə 1-ə. Bu oldu 4. Yazırsınız yuxarıya 4. Bini gəlin, nüy bir də tapın Y. Nüy Y neçə eləyəcək? Deyirsiniz ki, 1-i böləcəksiniz 2-yə, bu da edir 0,5. İndi bizə deyir ki, X-in mol miqdarının Y-in mol miqdarından neçə dəfə çox olduğunu hesablayın. 4-də 0,5-ə böləndə edir 8. Doğru variant olacaq 8. Uşaqlar, gəlin 94-cü suala baxaq. 94-də deyir ki, qarşının tərkibi C2H6-dır, C2H2-dir, bir də helyumdur. Bu qarşının deyir mol sayı 4-dür. Qarşıda karbonla mol sayını verib 4. Uşaqlar, karbonun mol sayı 4 deyirsə, bu C2H6-nın əvvəlinə 1, bu C2H2-nin əvvəlinə 1 yazaram. Niyə? Çünki burada da 2 karbon cəmləsən 4 eləyər də, düzdürmü? Yəni, ona görə C2H6 ilə C2H2-nin əvvəlinə mən 1 yazdım. Onda baxın, qarşının ümumi mol sayı 4 deyir. 1, 1, 2. Nə qədər lazımdır ki, 4 olsun? 2. Deməli, bunun əvvəlinə 2 yazaram. İndi mənə deyir ki, qarşıda neçə qram helyum var? 2-ni də vuracaqsınız uşaqlar. Helyumun A yerinə. Helyum da A yerinə neçə verib? 4. 2-ni vuracaqsınız 4-ə, o da eləyəcək 8. Doğru cavabınız olacaq nə? 8. Baxın, sizə burada 95-ci sual deyir. Qarşıda deyir, karbonun mol sayı deyir 3,6-dır. Deməli, uşaqlar, mən 3,6 deyirsə, görürəm ki, 3, 3, 6-da 3,6-nın karbon 3, bu da 3. 3-lərin cəmi eləyir 6. 3,6-nın 6-ya bölündə neçə eləyir? 0,6. Deməli, 0,6 propandır. 0,6-da, daha doğrusu 0,6 C3H6, bir də 0,6-da C3H8-dir.
Və bizə deyir ki, qarşılığım olsaydı 3,6-dır. 3,6-dan 0,6, 0,6, 1,2-dir. Nə qədər onda helyum düşür? 2,4 düşür helyum. Qarşıda neçə qram helyum var? 2,4-ü vurun, helyumun qiyməti 4-ə. O da eləyəcək sizdə 2,4-ü 4-ə vuranda eləyəcək 9,6. Gəlin uşaqlar baxaq 96-cı suala. 96-cı sualda bizə deyir ki, qaz qarışının tərkibi verib, C2H4-lə CH4 verib. Deyir, bu qarşıdakı ümumi qazların ümumi mol sayı 4-dür. Buna bir deyək X, buna da bir deyək Y. Deməli, X ilə Y-in cəmini neçə eləyir? 4. Deyir, qarşıda karbonun kütləsi də 72-dir. Baxın, karbon üçün də verib A-yer 12-dir. Burada nə qədər karbon görürsünüz? 2 karbon. 2 karbon eləyir 24. 24-ü vurursunuz əvvəldəki X-a 24X, üzərinə gəlsin. Burada da yazırsınız 12Y olur. 24X-də gəlsin 12Y. Bərabər olacaq nəyə? Baxın, neçə verib bizə? Cədvələ baxdınız, 72. 2 dənə tənlik görürsünüz. Bir bu tənliyi görürsünüz, bir də bu tənliyi. Necə eləyəcək uşaqlar? Tənliklər sistemi. Yazırsınız ki, X-də gəlsin, Y-də bərabərdir 4. Mən bunu 24-də vuraram. Baxın, bunu 24-də vuraram. Necə olacaq? Belə olacaq da 24X, 24Y, 4 vurulsun 24. Belə. Sonra bax, tərəf-tərəfə çıxaram ki, tənliyimi həll edeyim. Tərəf-tərəfə çıxanda necə olacaq? Tərəf-tərəfə çıxanda 24X-lər gedəcək. 24Y, 12Y çıxanda olur. 12Y bərabərdir 4 vurulsun 24. 4 vurulsun 24 neçədir? Deməli, 96. 96-dan da 72 çıxanda eləyir 24. 12Y 24-dürsə, Y-in qiymətini tapırsınız ki, 2-dir. Deməli, sizdə qarşıda neçə mol metan var deyir. Nə qədər tapdınız uşaqlar? Y mol metan, yəni 2 mol metan. 96 doğru cavab olacaq 2. Gəlin uşaqlar, baxağın sonuncu suala. Bizə deməli deyir ki, bu əslində baxın, nü1 böyükdür nü2 deyir də. Yəni, burada qiymətlərimiz tam, necə deyim, eyni olmaya bilər. Çünki bu nü1, nü2, məsəl üçün, mən götürürəm nü1 üçün, bir dəfə qiymət götürürəm də. Bu, amma ayrı-ayrılıqda, məsələn, deyə bilər ki, nü1 3-dür, nü2 2-dir. Mən, məsəl üçün, qiymətlərindən düz gəlməyə bilər. Ona görə də təqribi qiymətlər də, yəni ki, ona yaxın qiymətlərə doğrudur. Məsələn, baxın, nü1, nü2 deyir. Mən deyim ki, nü1-ə 1, 2, nü1-ə də deyim 1, 1, 2 birdən böyükdür. Yəni, baxın, birincisi mənə deyir ki, nü1 mol hidrogen. Nü1 mol hidrogen nə deməkdir? Yəni, 2 mol hidrogen və 2 mol da metan. Bu nə deməkdir? Yəni, 1 mol metan. Bunu uşaqlar bir-bir belə hesab edə bilərsiniz, yaxın qiymətlər alıb. Və yaxud da ki, baxın, nü1 nü2-dən böyükdür deyir də. Baxın, burada hidrogenin qiyməti 2 vurulsun 2 olacaq 4. Burada hidrogenin 1 vurulsun 12 olacaq 16. Yəni, sizdə mol olaraq hidrogenin molu daha çoxdursa, hidrogenin qiymətlərinə yaxın qiymət. Baxın, buradan 4-ə yaxın, hansı daha yaxındır? 7. 1-ə yaza bilərsiniz A. Sonra ikinci suallar. Nü1 deyir ki, N2-dir. Nü2-dəki deyir, oksigen verib, belə verib. Nü1 nü2-dən böyükdür. Deyək ki, məsəl üçün 2 mol N2-dir. 1 mol da oksigen. 2 mol N2 28-dir. 28-ə yaxın qiymətsi olması lazımdır. Yəni, siz necə nü olaraq da hesablaya bilərsiniz ayrı-ayrılıqda və yaxud da daha rahat, daha asan yolla, daha tez tapmaq istəyirsinizsə, elə deyirsiniz nü2 nü1-dən böyükdür, deməli onda, daha doğrusu nü1 nü2-dən böyükdür, onda deməli nü1-in aldığınız qiymətə uyğun olaraq yaxın olması lazım. Məsələn, 2 mol azotun qiyməti 28-dir, nü1-də bu böyükdür nü2-dən. Deməli, 28-ə yaxın bir qiymət olacaq orta molar kütlə, yəni bax 29. 2-yə gedəcək D variantı. Sonra üçüncüdə də verib ki, deməli, CH4 ilə N2 verib. Deyək ki, məsələn, 2 mol CH4-dür. 1 mol da deyək ki, məsələn, N2-dir. 2 mol CH4, 2 vurulsun, deməli, 16 edir 32. Düzdürmü? 32-dir. Bu, üçüncündə, baxın, 2 mol deyir ki, CH4, 2 vurulsun, 16, 32-dir. 1 moldakı azot 28-dir də. Yəni, ortadan da qiymətini bilirsiniz ki, cəmləyirsiniz, 32-nə 28, bölürsünüz mollar cəmlə, yəni 3-ə, 32-nə 28, 60-da, 60-da 3-ə bölündükcə deyir 20. Deməli, 3-ə gedir C variantı. Və yaxud da ki, uşaqlar, bu biraz bəlkə də sual bəzilərinə çətin gəlir, daha rahat yolla necə həll edə bilərik. Bunun ümumiyyətlə, həll eləmək yolları çoxdur. Hiyləgər yolda var, məsəl üçün, qoyursunuz, qiymət həll edirsiniz. Və yaxud da, məsəl üçün, deyəcəyim yol var, hər ikisini, məsələn, eyni, bərabər bir molda götürə bilərsiniz. Bax, bizə deyir ki, nü1 böyükdür nü2, yəni bunun çox yolları var. Bayaqlarımız izah elədiyim yol tamamilə sizə necə dedim, ona bir yaxın qiymət hesablamaq edir. Düzdür, indi mən üçün izahımı verəcəyim, bəlkə sizə daha rahat gələ bilər. Ona görə bütün yolların izahını verirəm ki, belə tam aydın olsun. Hansı yolsa daha rahatsa o yolla gedə bilərsiniz. Baxın, bizə verib nü1 bölünsün nü2. Gəlin biz belə deyək də, nü1 ilə nü2 bir-birinə bərabər deyək. Məsələn, hər ikisini götürək 1, bir də 1.
Baxın, birincisi bizə deyir ki, -1 mol hidrogen, bir də -2 mol metan. Demək, bu nə deməkdir? 1 mol hidrogen və 1 mol metan deməkdir. İndi gəlin biz bunun M ortasını hesablayaq. M ortanın düsturu bilirsiniz ki, M1 -1 üstə gəlsin, M2 -2 bölünsün, -1 üstə gəlsin, -2-dir. 1 vurulsun 2 üzərinə gəlsin, 1 vurulsun 16, bölünsün molar cəmi 2-yə, 18 2-yə böldü, elədi 9. Baxın, bunun M ortası, yəni ortada 9-dur və amma baxın, biz -1 ilə -2-ni biz bərabər götürdük. Amma bizdə şərt elə demir axı. Deyir, -1 böyükdür -2-dən. Yəni, hidrogenin mol deyir böyükdür. Hidrogen emeri uşaqlar 2 vurulsun 1, 2-dir. Deməli, sizin qiymətiniz, ifadəniz 2 ilə 9 arasında yerləşməsi lazımdır. Bu da hansı olur? 7 olan A variantı. Böyük ehtimal bu daha rahat olsun. Bəziləriniz və yaxud da o birisi yol daha rahat olsun. Ona görə izahlarımı verirəm. Hansı daha rahatsa o yolla gedə bilərsiniz. İndi baxın, ikincidə deyir, -1 mol N2 və -2 molda oksigen. Uşaqlar deyək 1 mol N2 və deyək 1 molda oksigen. 1 mol N2 deyək ki, kütləsi 28-dir, 1 mol oksigen 32-dir. 28-in oksigen cəmi eləyəcək, deməli, 60, 60-da 2-yə bölünəcək, eləyəcək 30. Deməli, M orta oldu 30. Amma bizə şərtdə -1-in 2-dən böyük olduğunu verib. Deməli, -1-inizdə sizdə azotdur. Deməli, sizdə qiymət 28-in 30 aralığında yerləşməlidir. Yəni, 29, 2-yə gedəcək D variantı. İndi üçüncüdə də deyirik ki, 1 mol metan və 1 moldakı deyək N2. 1 mol metan 16-dır, 1 mol N2-də 28-dir. 16 ilə 28-in cəmi 44, 44-ü də 2-yə bölündü, 22. Deməli, M orta oldu 22. Amma -1, yəni ki, metanın qiyməti molu deməli, azotdan böyük olduğu üçün sizin deməli, ifadənizin aralığı 16 və 22 aralığında olmalıdır. Bu da hansı olur? C variantı və B variantı. Hələlik uşaqlar bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Sağ olun.